Hər birinizi salamlayıram. Bugünkü dərs izahımız İngiltərə 17-20-ci əsrlər mövzusunu əhatə edəcək. Gəlin başlayaq video izahımıza. Deməli 17-ci əsrdə İngiltərə aqrar ölkə idi və əmtə pul münasibətlərinin inkişafı nəticəsində kapitalizm meylləri artmağa başlamışdı. Və əmtə pul münasibətlərinin inkişafı nəticəsində kəndlərdə təbəqələşmə prosesi sürətləndi və kənd burjuaziyası, muzlu işçilər yarandı. Burjuaziya hissəsinə yeni zədəcanlar meydana gəlmişdi ki, həmin yeni zədəcanlar kəndlərin torpaqlarını müsadirə edirdilər, özlərinin belə deyək də qoyunçuluğun inkişafına təkan yaratmaq üçün kəndlərin torpaqlarını çəpərləyirdilər. Bir də var idi ki, muzlu işçilər onlardan müəyyən, yəni haqq müqabilində torpağın əkib becərirdilər. Daha sonra bilirik ki, İngiltərədə 16-cı əsrdə Anglikan kilsəsi mövcud idi ki, Anglikan kilsəsinə kral başçılıq edirdi və əhalidən onda bir vergisi alınırdı, reformasiya nəticəsində yaranmışdı. Bir də Anglikan kilsəsindən başqa reformasiya nəticəsində puritanlar meydana gəlmişdi ki, puritanlar da Anglikan kilsəsini yəni tənqid edirdilər, onların bahalı ibadətlərini ləğv edilməsini istəyirdilər. Daha sonra deməli İngiltərədə 1603-cü ildə Stuartlar sülaləsi hakimiyyətə gəlmişdi. Stuartlar sülaləsinin də ilk hökmdarı 1-ci James idi. Onun hakimiyyət illəri də 1603-1625-ci illərə əhatə edir. 1-ci James deməli puritan təriqətini və parlament hakimiyyətini məhdudlaşdırmağa çalışırdı. Həmçinin İspaniya ilə nicah diplomatiyası bağlayaraq İspaniya ilə yaxınlaşmışdı. Daha sonra 1-ci James'dən sonra oğlu 1-ci Charles taxta gəlir ki, o parlamenti buraxır, lakin Şotlandiya ilə müharibə nəticəsində xəzinəni belə deyək də boşalmışdı. Yeni vergilər təyin etmək üçün 1-ci Charles uzunmüddətli parlamenti çağırır ki, uzunmüddətli parlamentdə 1640-cı ildən 1653-cü illərdə mövcud olmuşdu. Və uzunmüddətli parlamentin başlanması ilə də İngiltərədə də burjua inqilabı başlanır. İnqilab zamanı xalq parlamenti və kralı tərəfdarlarına bölünür. Bilirik ki, parlament ali qanunverici icraî hakimiyyətini əlində cəmləşdirmişdi. Parlamentdə burjuaziya, yeni zədəcanlar mühüm rol oynayırdı. Uzunmüddətli parlament islahatlar keçirmişdi ki, yəni kralın idarəsindən asılı olmayaraq parlament 3 ildən bir çağırılmalı idi. Siyasi məhbusların azad edilməsi haqqında qərar qəbul edilmişdi. Kralın yeni vergi təyin etmək hüququ qadağan edilmişdi. Bu uzunmüddətli parlamentin islahatları idi. Daha sonra İngiltərədə vətəndaş müharibəsi 1642-1646-cı illər əhatə edir ki, bu birinci vətəndaş müharibəsi idi. Birinci vətəndaş müharibəsində hərbi işi yaxşı bilən Oliver Cromwell parlament ordusuna başçı təyin edilir və 1645-ci ildə o hərbi islahat haqqında qanun qəbul edir ki, yeni tipli ordu yaradır. 1645-ci ildə Oliver Cromwell'in başçılığı ilə deməli parlamentlə kral ordusu arasında Neysbi döyüşü baş verir ki, Neysbi döyüşündə kral tərəfdarları məğlub olur, parlament tərəfdarları qalib gəlir. Hətta kral Şotlandiyaya qaçır. Daha sonra isə 1648-ci ildə 2-ci vətəndaş müharibəsi baş verir ki, və bu 2-ci vətəndaş müharibəsində də kral parlament ordusuna məğlub olur. Bundan sonra kəndlər torpağı, yəni torpaq məsələsi həll olunmur, yenə də çəpərləmələr rəsmi şəkildə icazə verilir. Buna görə də kəndlilər narazılıq edir və İngiltərə xalqının tələbi ilə 1649-cu ildə kral edam olunur. Və İngiltərə Stuartlar sülaləsinin hakimiyyəti birinci dövrü başa çatır, İngiltərə Respublika dövrü başlayır. 1649-1653-cü illərdə İngiltərə Respublika dövrü başlayır. Daha sonra deməli burada Respublika dövründə İngiltəranın idarəetmə sistemi
parlament və dövlət şurası mövcud idi ki, parlament ali qanunverici hakimiyyət orqanı idi, bir palatalı idi, ölkəni idarə edirdi. Bir də dövlət şurası var idi ki, o da icra hakimiyyəti idi. Daha sonra İngiltərə Respublikasının xarici siyasətində İspaniya və Fransa İngiltərənin müstəqilliyini tanımışdı. Daha sonra Hollandiya və Portuqaliya ilə apardığı müharibədə İngiltərə qalib gəlmişdi. Bir də 1649-cu ildə İrlandiyanı işğal etmişdi. Və belə ki, artıq parlament ordusu işğalçı orduya çevrilmişdi. Daha sonra İngiltərə İrlandiya ilə eyni vaxtda, yəni 1649-cu ildə Şotlandiyanı da işğal edərək özünə tabe etmişdi. Daha sonra 1653-cü ildə Cromwellin başçılığı ilə deməli hərbi çevriliş olur və uzunmüddətli parlament buraxılır. Cromwell Lord Protector elan olunurdu. İngiltərə Respublikası süqut edir, ölkədə hərbi diktatura rejimi qurulur 1653-1662-ci ildə və real hakimiyyət Cromwell-ə məxsus idi. O ölkəni generalların köməyi ilə idarə edirdi. Ancaq deməli yenə də xalqın deməli narazılıqları davam edirdi və 1660-cı ildə ölkədə monarxiya bərpa edilir və 1660-cı ildə Stuartların restavrasiyası dövrü, yəni yenidən hakimiyyətə gəlir, ikinci dövrü başlanır. Restavrasiya yəni bir sülalənin ikinci dəfə yenidən bərpa edilməsi idi, hakimiyyətə gəlməsi və bu da 1660-1688-ci illərə əhatə edir. Stuartlar sülaləsinin nümayəndəsi 2-ci Charles idi ki, o hakimiyyətə deməli gəlir. Daha sonra 2-ci Charles deməli bəyannamə ilə çıxış edir ki, İnqilab iştirakçılarına bəraət veriləcək, etiqad azadlığı, inqilab dövründə ələ keçirilmiş torpaqların toxunulmazlığı təmin ediləcəkdir. Amma verdiyi vədlərə əməl etmir. Ondan sonra hakimiyyətə 2-ci James gəlir ki, 2-ci James də belə deyək də katolik mütləqiyyət rejimini yenidən yaratmaq istəyirdi. Ancaq İngiltərədə heç kim deməli katolikli yenidən bərpasını istəmirdilər. Və belə ki, 1688-ci ildə 2-ci James silahsız, belə deyək də, sülh yolu ilə taxtdan salınır və 1688-ci ildə onun kürəkəni Oranlı Vilhelm hakimiyyətə gətirilir. Və bu da, yəni belə deyək də, dinc yolla baş verdiyi üçün tarixdə şanlı inqilab dövrü adlanır. 1688-ci ildə 2-ci Jamesin taxtdan salınıb Oranlı Vilhelmin hakimiyyətə gətirilməsi. Oranlı Vilhelm 1689-cu ildə hüquqlar haqqında bil qəbul edir və bu hüquqlar haqqında bilə əsasən parlament qanunlar qəbul etmək, vergi toplamaq hüququ verildi. Kral yalnız parlamentin razılığı ilə ordudan istifadə edə bilərdi. Kral qanunlara veto qoymaq hüququnu itirdi. Kral ölkəni parlamentlə birgə idarə etməli idi və İngiltərə parlamentli monarxiya forması bərpa olundu. Bunları diqqətlə öyrənək, yəni kitabdan diqqətlə oxuyaq. Mən qısa şəkildə yazmışam, amma siz öyrənin hamısını. Daha sonra 1707-ci ildə İngiltərə və Şotlandiya qərar qəbul edir və birləşərək Böyük Britaniya Birləşmiş Krallıq yaratmaq haqqında qərarı ilə dövlət Böyük Britaniya adlanmağa başlayır. Daha sonra 16-cı əsrdə İngiltərədə aqrar çevriliş baş verir və aqrar çevrilişin inkişafı nəticəsində 18-ci əsrin 60-cı illərdə İngiltərədə sənaye çevrilişi də baş verir. 1784-cü ildə İngiltərədə buxar mühərriklərinin kəşfi sənaye çevrilişinə təkan vermişdir. 1825-ci ildə dünyada ilk dəmir yolu çəkildi. 19-cu əsrdə isə İngiltərədə mühafizəkarlar və liberallar partiyası var idi. 1832-ci ildə 1-ci parlament islahatı, 1867-ci ildə isə 2-ci parlament islahatı keçirilmişdi. 1-ci parlament islahatında sənaye burjuaziyası hakimiyyətdə təmsil olunmağa başladı. 2-ci parlament islahatında isə xırda burjuazi fəhlələrin yuxarı təbəqəsi seçki hüququ qazanmışdı. Daha sonra
Deməli, 19-cu əsrin ortalarında deməli, Böyük Britaniyanın müstəmləkə siyasətindən danışacağıq ki, 19-cu əsrin ortalarında Hindistan işğalını başa çatdırdı İngiltərə, Çini isə yarım müstəmləkəyə çevirdi. 19-cu əsrin 80-ci illərində isə Misri deməli işğal etdi. 1867-ci ildə İngiltərə Kanadaya dominion hüququ verdi. 1899-1902-ci illərdə İngilis-Pul müharibəsi baş verdi və ingilislər qələbə qazanaraq Cənubi Afrikanın işğalını başa çatdırdı. 1910-cu ildə Cənubi Afrika İttifaqını yaratdı və ona dominion hüququ verdi. Daha sonra 1904-cü ildə Antantanın əsası qoyulur ki, yəni Fransa ilə İngiltərə arasında müqavilə imzalanır. 1907-ci ildə isə Rusiyada buna qoşularaq Antantanın yaradılması başa çatır. Belə, İngiltərə mövzusu ilə bağlı əsas vacib məqamları qeyd etdim, amma mütləq şəkildə kitabda oxuyun, mövzu genişdir, böyükdür. Oxuyun kitabdan da və daha sonra video izaha baxın.